Bu gün sizə yumuşaq qojlu, xırçıltılı içilişli, möhtəşəm ləzzətli KitKat tortunu hazırlayacağım. Yumurta və şəkəri mikserlə ağarana qədər çalıram. Üzərinə yumuşalmış çörək yağı əlavə edib qarışdırıram. Xama əlavə edib təkrar qarışdırıram. Üzərinə qaynar su töküb qarışdırıram. Quru ərzaqları ələşdən keçirdirəm. Qarışımı əlavə edib yumuşaq xəmir yoğururam. Xəmiri streçləyib 2 saat soyuducuda gözlədirəm. Xəmiri 8 bərabər hissəyə bölüb yaymağa başlayıram. Yaydığım yuxaların üzərini çəngəllə bir neçə yerindən deşirəm və bişməyə qoyuram. Yuxaları forma ilə kəsirəm. Krem üçün qaymağı mikserlə biraz qarışdırıram. Daha sonra yağlı kremini hazırlayıram. Qaymaqla birləşdirib rəngi ağarana qədər çalıram. Xırçıltılı içliyini hazırlayıram. Tortu yığmağa başlayıram. Kojların üzərinə 2 xörək qaşığı krem əlavə edib yayıram. Üzərinə isliç əlavə edirəm. Digər koju qoyuram. Tortu tam yığıb soyuducuda 1 saat gözlədirəm. Soyuducudan çıxarıb üzərinə glazur əlavə edirəm. Kənarlarını yuxanın qırıntıları ilə bəzəyirəm. Təkrar soyuducuya qoyuram. Soyuducudan çıxarıb üzərini istəyə uyğun bəzəyirəm.